Tarixin sirləri sizi dəhşətə gətirəcək həll olunmamış mistik hadisələr. Dyatlov keçidi, qorxunc qış gecəsi. 1959-cu il Ural dağları, 9 peşəkar alpinist gecə yarısı qorxu içində çadırlarını daxildən kəsərək qaçdı. Onların donmuş cəsədlərində izah olunmaz qırıqlar və geyimlərində yüksək radiasiya tapıldı. Gecənin qaranlığında onları dəli edən nə idi? Bermuda üçbucağı. Heç bir iz yoxdur. Atlantik okeanın bu sirli bölgəsində yüzlərlə gəmi və təyyarə sözün əsl mənasında yoxa çıxıb. Ekipaj üzvlərindən və qalıqlardan heç bir əsər əlamət tapılmır. Kompasların dəli olduğu, fiziki qanunların işləmədiyi bu lənətlənmiş suların altında hansı güc yatır? Bilmədiyimiz dərinliklər. Öz planetimizdəki yad aləm. Bəli, düz eşitdiniz. İnsanlıq Marsa cihazlar göndərir. Kosmosun dərinliklərini öyrənir. Lakin öz planetimizdəki okeanların 95%-i hələ də tamamilə qaranlıq və naməlumdur. Kim bilir? Bəlkə də axtardığımız qəribə məxluqlar göydə yox, məhz suların qaranlıq dərinliklərindədir. Qədim megastrukturlar, Misir ehramları, Nazca xətləri, Stonehenge. Kainatda yaşaya biləcəyimiz ən gözəl və ən dərin duyğu sirri hiss etməkdir. Albert Einstein. Antikythera mexanizmi, 2000 illik kompüter. 1901-ci ildə Yunanistan sahillərində batan qədim bir gəmidən tapıldı. Mürəkkəb bürünc işlərdən ibarət bu cihaz dövrünün texnologiyalarından minlərlə il irəlidə idi. Günəş və ay tutulmalarını, planetlərin hərəkətini qüsursuz hesablayan bu astronomik kompüteri qədim Yunanlara kim öyrətmişdi? Sirlərin arxasında nə dayanır? Yad planetlər, paralel kainatlar, yoxsa naməlum təbiət? İki fərqli baxış bucağı. Elmi yanaşma, paranormal yanaşma. Elm deyir ki, kainatda sehir yoxdur. Hər şeyin məntiqi, fiziki və kimyəvi bir izahı var. Sadəcə insanlığın texnologiyası və anlayışı hələ ki bütün bu tapmacaların həll edəcək səviyyəyə çatmayıb. Zamanla hər sir açılacaq. Bu yanaşmaya görə isə reallıq üçölçülü dünyamızdan ibarət deyil. Kainat bizim düşündüyümüzdən daha qəribə, çoxölçülü və bəzən insan şüurunun qavraya bilməyəcəyi qədər fövqəltəbiidir. Dünya nəyə inanır? Dünyada insanların 45%-i yad sivilizasiyalara inanır. 30%-i gizli hökumət layihələrinə inanır. 20%-i açıqlanmamış təbiət hadisələrinə inanır. 5%-i isə zaman səyahətinə inanır. Həqiqət haradasa oradadır. Kainat sonsuzdur. Bizim bildiklərimiz isə sadəcə bir damladır. Bəs səncə həqiqət nədir? Bu sirlərin hansı səni daha çox heyrətləndirdi? Fikirlərini şərhlərdə yaz. Bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun.